qıraqlarından yağ sallanmasın, axmasın. Babala getdi belə. İndi o düzmə qaydası var. Düzmə qaydası var ha. Onun üçün deyirəm. Bir dənə diqqətlə baxırıq düzmə qaydasına. Bax. Belə getmirik. Bu avalı var ha. Avalının əksinə gedirik. Çünki avalının əksinə getməyimiz o deməkdir ki, onun aval kimi yarpaq göstərir. Lavaşlarımız böyük olduğundan biz belə edirik. Görürsən? Hə. Məsələn üçün bunun çoxsu böyük lavaşlar da var orada. Onu mən 3-4-ünü kesmək istəyirəm. Sonra onu tezdən qoyacaq ora. O qalmayacaq orada yəni. Ortasında qalınlıq çox olacaq. Sonra bu qalınlıqda ortada lavaş olur. Sonra qıraqlarda şey olur. Ona görə hələ dedim mənim telefon. Gördünüz? Ortasını nazikləşdirdik. Yəni bilərəkdən birinciləri böyük qoyur. Hə, ortanı tutsun. Hə, o ortanı tutmalıdır. Böyle qalxdı, görürsən? Gördünüz? Ortası da bağlanır, çox orta qalın kobud olmur. Yoxsa çox yerdə var ki, orta qalaqlanır, çox lavaş olur. Onun ortasında bu qalınlıqda lavaş olur. O da çox xoşa gəlməz, yəni bir halda da. Hə, xəmir kimi. Hə, həri, hamısı. Sən də, hə? Hansı üçü? O kimdir? Yo,